Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Martın 31-dən qaçqın və məcburi köçkünlərə əkin üçün avadanlıqlar veriləcək. Ölkə miqyasında 200 qaçqın texnika ilə təmin olunacaq. Daha ətraflı ilk reportajımızda. Məcburi köçkünlərə pulsuz kənd təsərrüfatı texnikası veriləcək. Kənd təsərrüfatı fəaliyyətlərini dəstəkləmək məqsədi ilə onlara əl traktorları, müxtəlif növ çoxillik bitkilər, ərzaq məhsulları istehsalı və emalı üçün zəruri olan avadanlıqlar təqdim ediləcək. Məcburi köçkünlər, ekomiqrantlar və dolanışıq vasitələri üzrə informasiya agentliyində hazırda köçkünlərin və ekomiqrantların inteqrasiyasına dəstək proqramı çərçivəsində müraciətlər qəbul edilir. Proqram çərçivəsində ölkə üzrə 200-ə qədər məcburi köçkün maliyyələşdiriləcək. Biz də kənd təsərrüfatı proqramının həyata keçirildiyini eşitdik. Biz əkinlə məşğul olan adamlarıq, torpaq sahələrimiz var. İmkanı çatıb becərə bilən var, bilməyən var. Hər adamın imkanı olmur avadanlıqlar almağa. Bizə su sistemi, borular lazımdır. Ağac tinkləri də versələr yaxşı olardı. Qaçqınlar Nazirliyi əvvəllər ağac tinkləri verdilər. Biz də kənddə güclənmək istəyirik. Əlavə yardım lazımdır. Hər kəs damcı sistemi ala bilmir. Suvarma sarıdan problemimiz var. Müraciətlər martın 31-nə qədər agentlik və onun ərazi idarələrində qəbul olunacaq. Proqramın əsas məqsədi dövlət tərəfindən mənzillə təmin olunan məcburi köçkünlərin və ekomiqrantların inteqrasiyasını təşviq etmək, onlar üçün gəlir mənbəyi yaratmaqdır. Dövlət vətəndaşlara kənd təsərrüfatının inkişafı üçün faydalı təklif irəli sürür. Belə ki, vətəndaş biznes üçün kredit götürərsə, bir hissəsini dövlət ödəyəcək. Əgər kənd yerində biznes qurmaq, yaxud biznesinizi inkişaf etdirmək istəyirsinizsə, bunun üçün əlavə vəsaitə ehtiyacınız varsa, dövlət fiziki və hüquqi şəxslərə kredit faizlərinin birgə maliyyələşdirilməsi yolu ilə ucuz maliyyə resurslarına çıxış təklif edir. Güzəştli aqrokredit layihədə iştirak edən banklar və maliyyə təşkilatları tərəfindən veriləcək. Kredit illik bitkilərin maliyyələşdirilməsi alt komponenti çərçivəsində 2025-ci il martın 5-dən oktyabrın 31-nədək verilir. Alt komponent üzrə kreditlər bir illik bitkilərin və yoncanın bir təsərrüfat ilinin xərclərinin maliyyələşdirilməsinə veriləcək. Əkin materialları üzrə mövcud xərclərin maliyyələşdirilməsi, pestisitlərin, üzvü və mineral gübrələrin, bitkilərin, bioloji mühafizə vasitələrinin hazırçı xərclərinin maliyyələşdirilməsi, kənd təsərrüfatı işləri üçün əmək resurslarının və kənd təsərrüfatı texnikasının icarəsi, kənd təsərrüfatı işlərində istifadə olunan texnikalar üçün yanacaq və sürtkü yağlarının mövcud xərclərinin maliyyələşdirilməsi olacaq. Gürcüstan vətəndaşı olan fiziki şəxs, Gürcüstan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş fərdi sahibkar, Gürcüstan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş hüquqi şəxslər bu güzəştlərdən faydalana bilərlər. Müəllimlər və müəllim olmaq istəyənlər üçün fənn imtahanlarına qeydiyyat başlayır. Müəllimlərin imtahanlara qeydiyyatı başladı. Pedaqoqlar və müəllim olmaq istəyənlər fənn üzrə baş müəllim, xüsusi müəllim və əsas peşə bacarıqları imtahanlarına qeydiyyat ola bilərlər. Qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin qeydiyyat səhifəsi olan onlayn NAEK-C vasitəsilə mümkündür. 2025-ci ildə baş xüsusi təhsil müəllimləri imtahanı ilk dəfə Azərbaycan, erməni və rus dillərinə tərcümə edilib. Həmçinin bu il ilk dəfə ibtidai siniflər üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiət elmləri, ibtidai siniflər üzrə rus dili və ədəbiyyatı, riyaziyyat və təbiət elmləri, ibtidai siniflər üzrə erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiət elmləri imtahanları keçiriləcək. Qeydiyyatdan keçərkən gürcü, Azərbaycan, erməni və rus dillərində müvafiq imtahanı seçə bilərsiniz. İmtahanda iştirak haqqı 50 laridir. İmtahana qeydiyyat aprelin 2-si saat 18:00-a qədər davam edəcək.
Ölkədə müxtəlif kriminal hadisələr törətmiş 85 nəfər əcnəbini Gürcüstandan qovdular. Onların arasında Azərbaycan vətəndaşları da var. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə miqyasında bölmələrlə sıx əməkdaşlıq edərək fevral ayında 85 əcnəbi vətəndaşı ölkədən çıxarıb. Bəziləri Gürcüstanı könüllü tərk edib, bəziləri isə departamentin həyata keçirdiyi tədbirlər nəticəsində məcburi şəkildə evlərindən çıxarılıb. Qovulmuş şəxslərin ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib. Qovulanlar arasında İran, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, İordaniya, Nigeriya, Əlcəzair, Çin, Ermənistan, Nepal, Hindistan, İraq, Misir, Livan, Myanma, Litva, İsrail və Kamerun vətəndaşları olub. Miqrasiya Departamenti ölkədə qeyri-qanuni miqrasiya ilə mübarizəyə cavabdehdir. Gürcüstan qanunvericiliyinin təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görməkdə davam edir. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə miqyasında bölmələrlə sıx əməkdaşlıq edərək fevral ayında 85 əcnəbi vətəndaşı ölkədən çıxarıb. Bəziləri Gürcüstanı könüllü tərk edib, bəziləri isə departamentin həyata keçirdiyi tədbirlər nəticəsində məcburi şəkildə evlərindən çıxarılıb. Qovulmuş şəxslərin ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib. Qovulanlar arasında İran, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, İordaniya, Nigeriya, Əlcəzair, Çin, Ermənistan, Nepal, Hindistan, İraq, Misir, Livan, Myanma, Litva, İsrail və Kamerun vətəndaşları olub. Miqrasiya Departamenti ölkədə qeyri-qanuni miqrasiya ilə mübarizəyə cavabdehdir. Gürcüstan qanunvericiliyinin təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görməkdə davam edir. Xəbərlər informasiya proqramı bununla sona çatdı. Sağ olun, sağlıqla qalın.